Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Novxana Pirşağı avtomobil yolunda baş vermiş qəzada Rzayevanın olduğu Nissan markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə vaxtı avtomobili mərhum hakim özü deyil, başqa bir şəxs idarə edib. Bildirilib ki, hadisə Aynur Rzayeva işdən çıxıb evə gedən zaman olub. Qeyd edək ki, qəza nəticəsində Rzayeva ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq o tibb müəssisəsində vəfat edib. Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Aynur Rzayeva 1-ci Qarabağ müharibəsi şəhidi Tapdıq Rzayevin övladıdır və o vəzifəli şəxsin həyat yoldaşıymış. Onun həyat yoldaşı Ceyhun Hümbətov Bakı şəhər prokurorluğunda idarə rəisidir. Belə ki, ədliyyə müşaviri olan Hümbətov Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.